Sual verirlər, cavab Yoxsa verir. bir də söz deyib, ümumiyyətlə Azərbaycanda dövlət siyasətidir. Bu elə bir ki, qəbul olunur həm müxalifətdə, həm də ki dövlətdə. Yəni Talış İranın agenti, Talış Rusiyanın agenti. Bunlar Azərbaycanda bunu belə veriblər qələmə. Hətta gedib xarici səfirliyə də deyiblər. Daha başa düşmür ki, mən Rusiyada dünyanın bütün ölkələrinin səfirliklərində görüşürəm. Amerika Birləşmiş Ştatları başda olmaqla, Fransa, Almanya, Niderland, Belçika, Polşa, Rumaniya, Bolqariya, bütün səfirliklərlə biz onların bayramlarında məni dəvət edirlər, gedib görüşürəm və onlar özü mənə danışır. Özü danışır, deyir ki, biz onların yaramazlığını onda gördük ki, öz vətəndaşı olan Talışlara deyir ki, İranın agenti. Amma deyir, biz gedib görürük ki, orada Talışlara qarşı amansız hərəkət olunur. Gedin baxın,